Tramp müharibəni bitirəcəm deyəndə bunu nəzərdə tutmuşdu. Gör, ortada söz-söhbət olmasa nələr olar. Biz əslində çiyin-çiyinə olmalıyıq, burun-buruna yox. İndi bu xəbərin fonunda necə bayram zövqündən danışasın? Bayram ayında sizin üçün bayram xəbərləri gətirmək istəyərdim. Ancaq bu mənim əlimdə olan məsələ deyil. Yaxşı xəbərin heç Y hərfi də yoxdur. Dünəndən atəşkəsin pozulmasını eşitməyən qalmayıb. Biz elə bunlarla sülh müqaviləsini danışırıq. Gör, ortada söz-söhbət olmasa nələr olar. Bildiyiniz kimi Ermənistanla Naxçıvan arasında şərti sərhəd var. Oradakı postlarda ermənilər nəsə iş görür. Zəngəzurdakı şərti sərhəddə isə texnika yığırlar. Bunların sözü ilə əməli biri olmaması belə baxında da görünür. Tramp müharibəni bitirəcəm deyəndə bunu nəzərdə tutmuşdu. Allah üzümüzə baxıb ki, Tramp müharibələri bitirmək qərarına gəlib. Gör, hələ başlatmaq istəsə nələr olar. Təsadüf deyil ki, Amerika Almaniyada olan hərbi texnikanı Ermənistandakı təlim zonasını göndərmək istəyir. İndi deyilənə görə bu bir tədbirdir. İyulun 16-sından avqustun 7-sinə kimi davam edəcək. 21 avqustdan sonra texnika yenidən Almaniyaya qayıdacaq. Bax, bu tədbir bizdə olsaydı, İran aşiqləri çıxacaqdı ortaya. Başlayacaqdılar ki, Amerika Azərbaycandan İrana hücum planlayır. Amma indi o texnika Ermənistanda İranla eyni məsafədədir. Və bu fikirlərin heç biri də səslənmir. Əslində normaldır. İranın Ermənistanla olan münasibətlərinə arxayındılar. Bilirlər ki, ermənidən İrana ziyan gəlməz. Sadəcə tarix bunu göstərir ki, Ermənistan bütün havadarlarına zaman-zaman dönüb çıxıb. Bir zamanlar Rusiyaya sığınan Ermənistan o günlərdə Rusiyanın əksinə mitinq eləyirdi. Bu ssenari sabah Fransanı da gözləyir. İrəvanın mərkəzində Fransa bayrağı yandırılsa heç təəccüblənmərəm. Çünki hər şeyin bir sonu var. Və bunlar gec-tez başa düşəcəklər ki, kənar qüvvələr tərəfindən atəşə atılırlar. İndi bu xəbərin fonunda necə bayram zövqündən danışasan? Lap desəm ki, bu ay 8 gün istirahət edəcək, yenə də təsir eləməz. Çünki indi deyəcəyim xəbər bayramın olan abu-havasını da aparır. Dünən Yevlaxda baş verən qətl hadisəsi bütün bayramımızı qara eləyib. İndi deyəcəm ki, bu dəhşətli qətl hadisəsidir, düzgün səslənməyəcək. Çünki bütün qətllər dəhşətlidir. 2007-2008-ci uşaqlar nəyə bölə bilmir ki, hadisə bu yerə gəlib çatır. Siz Windows 8 ilə yaşlısınız da, yəni. Şirvanı 50 minliyi görməyən uşaqlarsınız. Siz haçan böyüdünüz, siz hansı ara adam öldürəcək qədər qəddarlaşdınız. Biz sizin yaşınızda PlayStation oynamağı yığışırdıq. Üzümü digər bu yaşda olan gənclərə tuturam. Siz də bu vəziyyətdəsiniz. Problemlərinizi kimisə öldürməklə həll eləməyi düşünürsünüz. Və bu təzə nəsil belə ağıllı idi, belə zəkalı idi. Budur təzə nəsil. Bunlar da bizim gələcəyimiz. Bu qabağa getmək deyil, dala getməkdir. Mənasız bir şeyin üstündə bir ailə əbədi dağ çəkildi. Qətlə yetirən də anası ağlayacaq, rəhmətə gedən də. Tək fərq ondadır ki, qatilin anası gedib oğlunu görə biləcək. Hə, əziz gənclər, bu hadisəyə diqqətlə baxın. Nə düşünürsünüz? Bu uşaqlar indi nəyi qazandı, nəyi həll elədi? Biri məzara gedib, 3 nəfər isə saxlandı. Biz əslində çiyin-çiyinə olmalıyıq, burun-buruna yox. Bu da sizə bayram günlərində çəkilmiş veriliş. Bu bayram, bu fəsil təbiətin canlandığı dövrdür. İnsanların ürəklərini istilik dolan vaxtdır. Biz yeniyetmə vaxtımızda papaq atardıq. Məhəllələri uşaqlarla bölüşərdik. Kimsə kiminsə məhəlləsinə papaq atmazdı. Hərənin öz ərazisi olurdu ki, hamı nəsə yığa bilsin. İndi o yaşda uşaqlar əllərində bıçaqla gəzir. Sözün əsl mənasında həqiqətən də dövran dəyişib. Daşdan qapı düzəldib oynayan uşaqlar getdi, yerinə aqressiv gözü dönmüş uşaqlar gəldi. Təbii ki, bu bütün gənclərə aid deyil. Bizim fəxr edəcəyimiz uşaqlar da çox. Sadəcə bir çürük alma digərlərinə təsir etdiyi kimi, bu kimi hadisələr də yaxşıların üzərinə kölgə salır. Yaşından asılı olmayaraq hər kəsə səbir arzulayıram. Yadda saxlayın, 5 dəqiqə səbir 15 il həbsə bərabərdir.